2025 Şir bürcü, sevgi, karyera və ümumi məlumat. İyuna qədər və xüsusilə fevral ayından etibarən əlaqələr qurmaq və yeni fikirlərə ilham vermək zamanıdır əziz Şir. Sosial dairəniz genişlənir, lakin ifrata varmamağa diqqət etməlisiniz. Deyilənə görə, heç vaxt çox dostunuz ola bilməz, lakin özünüzü həddindən artıq yormaq istəməzsiniz. Eyni şəkildə özünüzü yayındıracaq qədər çox yeni layihəyə başlamaqdan çəkinin. Bununla belə, dostlar və ya qruplar sizi dəstəkləyə bilər və bəzi şirlər üçün romantika dostluq və ya qrup əlaqələri ilə bağlı ola bilər. Komanda ruhunuz yüksəkdir və fəxr edə biləcəyiniz bir qrupa və ya tərəfdaşlara əhəmiyyətli töhfələr verə bilərsiniz. İyun ayında Yupiter sizin bürcünüzün arxasındakı bürcə keçərkən, bunu bir NÖV geri çəkilmə fürsəti kimi düşünə bilərsiniz. Bu, sizi iyul 2026-da başlayacaq Yupiterin Şir bürcünə keçidinə hazırlayan bir illik dövrdür. İndi emosional yenilənmə ehtiyaclarınızla daha yaxından təmasda olursunuz. Böyük seçimləri və qərarları daha sonraki bir tarixə təxirə salmaq daha yaxşı olar. Özünüzü qeyri-müəyyən hiss etdiyiniz vaxtlar olsa da, bu dövrü əlavə istirahət və daxili düşüncə üçün tam şəkildə qiymətləndirə bilərsiniz. Sevgi bir şəkildə gizli hala gələ bilər və ya fərqli zövqlərdə və əyləncələrdə sevinç tapa bilərsiniz. Bir münasibət və ya hissləriniz haqqında səssiz qala bilərsiniz. Uran karyera və nüfuz sektorunuzdan çıxarkən, bu planetin dərslərindən zövq alacaq və bu həyat sahələrində daha çox sabitlik gözləyəcəksiniz. Həqiqi çağırışınızı kəşf etmək indi daha üzvi şəkildə baş verir. Dostluqlar bəzi dəyişikliklərdən keçəcək və yeni əlaqələr və ittifaqlar üçün potensial yaradacaq. Eyni şəkildə, tərəfdaşlıqlar da bu il və qarşıdakı illərdə dəyişərək yeni və həyəcan verici əməkdaşlıqlar üçün fürsətlər açacaq. Keçmişdə bəyənmədiyiniz biri sizin müttəfiqinizə çevrilə bilər və bu da münasibətlərdə dönüşüm potensialını göstərir. Bir münasibətdə uzun müddətdir davam edən bir problemin həlli mühüm rol oynaya bilər və təkcə bir bağlanma deyil, həm də fərdi inkişaf hissi gətirə bilər. Son illərdə gündəlik işlərinizə diqqət yetirmək bəzən məhdudlaşdırıcı olub, lakin siz artıq bu mərhələdən çıxırsınız və bu da sizi zaman-zaman daha maraqlı və hətta məna dolu təcrübələr üçün azad edir. Yenə də xarici maraqlarınız, təhsiliniz və ya paylaşımınızla bağlı daha çox qayda və ya intizam yaratmaq mükafatlandırıcı bir yol ola bilər. 2025 Şir bürcü üçün əhəmiyyətli hadisələr, xarici planet keçidləri, aprel ayında Saturn Uranusa sekstil aspekti edir. Bu, orijinal fikirlərin formalaşdığı və ya uğurla inkişaf etdirildiyi bir zamandır. Sabitliyi və inkişafa açıq olmağı və ya həyəcanı müsbət nəticələrlə birləşdirmək fürsəti mövcuddur. Eyni şey yenilik və ənənə üçün də keçərlidir. Karakterimizi formalaşdırır və həyat dərslərini daha asan öyrənirik. Bu, möhkəm və mənalı irəliləyiş dövrüdür. Şir bürcü üçün isə, struktur və intizama xüsusi marağınız, spontanlıq və yenilikçiliyə bir qədər yer açdıqda, karyeranızı və ya nüfuzunuzu yüksəltməyə kömək edə bilər. Etibarlılığa və qaydalara sadiq qalarkən, sərtlikdən və təzyiqlərdən imtina etdikdə, həyatınızda mütləq irəliləyişlər görəcəksiniz. Maliyyə və dəstək vəziyyətinizi həll etmək, motivasiyanızı artırıb sizə ilham verə bilər. Bu dövr praktik və emosional ehtiyaclara diqqətinizi yönəltmək üçün sizi mükafatlandırır və məmnuniyyət verən məşğuliyyətlər ortaya çıxara bilər. May ayında Yupiter Xiron ilə sekstil aspekti yaradır və həyatımıza şəfa enerjisi gətirir. Təhsilimizin inkişafı, fəaliyyətlərimizi genişləndirmək və mənəvi təcrübələr vasitəsilə dünya görüşümüzü genişləndirmək şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə töhfə verir. Bu, incə şəkildə canlandırıcı bir dövrdür və bizi irəliləyişimizə mane olan məhdudlaşdırıcı və mənfi düşüncə tərzlərindən azad olmağa təşviq edir. Xüsusilə başqalarından öyrənməyə daha açıq oluruq və başqalarının da bizim baxış bucağımızı başa düşməsinə daha yaxşı kömək edə bilirik. Fərqli baxış bucaqlarına və fəlsəfələrə açıq ola bilərik. Keçmiş təcrübələrdən və səhvlərdən öyrəndiklərimizi mənimsəyib paylaşırıq. Şir bürcü üçün bu dövr öyrənmək, bələdçilik etmək, paylaşmaq və əlaqə qurmaq, eyni zamanda bu təcrübələrlə şəfa tapmaq üçün güclü bir zamandır. İyun ayında Yupiter Saturn ilə kvadrat aspekt yaradır və bu, həyatımızı və ya planlarımızı qaydalara, qanunlara, sərhədlərə və reallığın tələblərinə uyğun yenidən qurmağa vadar edir. Bu dövrdə tamamilə yeni bir plan hazırlamaq əvəzinə köhnə planlara yeni bir həyat vermək daha məqsədə uyğundur. Başqa bir sahədə inkişaf etmək üçün bəzi şeylərdən imtina etməli ola bilərsiniz. Özünüzü həddindən artıq yükləməmək və asan həllər və ya qısa yollardan qaçmaq vacibdir. Gözləntilərinizi tənzimləməli olduğunuz açıq şəkildə görünə bilər. Şir bürcü üçün əgər çox sayda potensial layihə ilə məşğulsunuzsa və ya eyni anda çoxlu seçimlər edirsinizsə, bu dövrdə biraz sıxıntı hiss edə bilərsiniz. Azadlıq və cəsarət hissinizi məhdudlaşdıran qorxular və ya günahkarlıq duyğusu ilə mübarizə aparmalı ola bilərsiniz. Daha çox boş vaxt, məhrəmiyyət və istirahətə ehtiyacınız olsa da, təhsil, xüsusi məqsədlər və digər öhdəliklər sizi çağıracaq və müvəqqəti bir həll tapana qədər özünüzü məhdudlaşdırılmış hiss edə bilərsiniz. Avqust ayında Saturn Uranus ilə yenidən bir sekstil aspekt yaradır
və eyni zamanda Neptun da bu dinamikaya qoşulur. Qeyri-adi ideyalar və vizyonlar formalaşır, lakin onlara daha çox struktur gətirmək imkanımız da artır. Bu, aydınlanma və dərin anlayış dövrüdür. Alternativ inancları, ifadə yollarını və həyata fərqli yanaşmaları kəşf etməyə açıq oluruq. Sezgilərimizi izləmək azadlığı bizim üçün həyati əhəmiyyət daşıyır. Şir bürcü üçün bu dövrdə başqaları ilə əlaqə qurmaq və bunu təzyiq hiss etmədən, yüngül və rahat bir şəkildə etmək bacarığınızı kəşf edirsiniz. Həyatınıza yeni bir yanaşma gətirməyə və yaradıcılığınızı fərqli yollarla ifadə etməyə açıq olmanız sizə maraqlı və qeyri-adi təcrübələr qazandıra bilər. Sizinlə eyni taleyi paylaşırmış kimi görünən insanlarla gözlənilməz əlaqələr qura bilərsiniz. İnsani yardımla bağlı məsələlər və sosial məqsədlər sizi bu dövrdə cəlb edə bilər. Bacarıqlarınızı inkişaf etdirdikcə və praktiki işlərinizə daha çox diqqət ayırdıqca, sizə ilham verən və cəsarətləndirən insanlarla və ideyalarla birləşə bilərsiniz. Mars 6 dekabr 2024-dən 23 fevral 2025 ilədək Şir və Xərçəng bürclərində geri hərəkət edir. Geri hərəkət öncəsi kölgə dövrü 4 oktyabrda başlayır. Keçmiş münasibətlərə və ya vəziyyətlərə ilişib qalmış kimi hiss edə bilərik. İrəliləməkdə çətinlik çəkə bilərik. Bu dövr yavaşlamalar, düzəlişlər və yenidən qiymətləndirmələr üçün vacibdir. Xüsusən də şəxsi planlarınızla bağlı ciddi problemləri və gecikmələri idarə etməli ola bilərsiniz. 6 yanvara qədər qəzəb idarəsi, təqdimat, şəxsi nüfuz, sağlamlıq, istəklərinizin ardınca getmək və özünü ifadə etmək və ya cəsarətlə bağlı bəzi geri çəkilmələr və çətinliklər ortaya çıxa bilər. Ancaq bu geri hərəkət dövrünün 2025-də təsadüf edən hissəsində xüsusi problemlərə və ya keçmişlə bağlı narahatlıqlara həddindən artıq fokuslanmamaq vacibdir. Keçmişə nəzər salmaq üçün yaxşı bir vaxt olsa da, buna ilişib qalmaq tövsiyə olunmur. Bu dövr, adətən görməzlikdən gəldiyiniz, diqqətdən qaçırdığınız və ya içinizdə bastırdığınız qəzəb, hisslər və istəkləri üzə çıxara bilər. Duyğularınızı ifadə etməzdən əvvəl 2 dəfə düşünməli ola bilərsiniz, tərəddüd hiss edə bilərsiniz və daha çox istirahətə ehtiyac duya bilərsiniz. İstəkləriniz bu anda olduqca qarışıq ola bilər və məmnuniyyətə aparan düz yolları tapmaq çətin ola bilər. Planlarınızı yenidən nəzərdən keçirmək, analiz etmək və yenidən qurmaq vaxtıdır. Daxili qəzəb və ya küskünlük hissləri üzə çıxa bilər. Enerjinizi qoruyun və inkişaf üçün daha çox vaxt tələb edən şeyləri zorla irəli aparmaqdan çəkinin. Bu, artıq mövcud olan layihələri nizama salmaq üçün mükəmməl bir vaxtdır, lakin tamamilə yeni işlərə başlamaq üçün ideal deyil. Venüs və geri hərəkət simvolları olan təsadüfi kiçik astroloji simvollarla dolu bir fon, Venüs 1 martdan 12 aprelədək qədər Qoç və Balıq bürclərində geri hərəkətdə olacaq və bu, şəxsi münasibətlərimizi yenidən düşünmək və qiymətləndirmək ehtiyacını ortaya çıxaracaq. Keçmiş sevgililər geri qayıda bilər və bəzi münasibətlər sona çata bilər. Ehtiras, diqqət və emosional məsələlər gündəmdə ola bilər. Keçmiş sevgilərimizi yenidən xatırlaya bilərik, adətən yalnız zehnimizdə, lakin bəzi insanlar üçün fiziki olaraq da. Sevgi ilə bağlı böyük qərarlar qəbul etmək üçün yaxşı vaxt deyil. Çünki sonradan peşman ola bilərsiniz. Bu prosesi bir yol kimi düşünün, qəlbinizin geridə qalmış hissələrə yetişməsi üçün zamana ehtiyacı var və başqalarının da. Keçmişdən gələn münasibət problemləri ilə üzləşməyə çağırılırıq. Tali və ya əvvəlcədən müəyyən edilmiş kimi görünən hadisələr baş verə bilər. Bu dövrdə bir sevgili ilə yaxınlaşmaq çətin ola bilər. Qeyri-adi, təcrübəyə əsaslanan və dərin olmayan münasibətlər hazırda daha cəlbedici ola bilər. Yeni bir əlaqəyə başlamaq və ya böyük maliyyə qərarları vermək üçün ən yaxşı dövr deyil. Çünki sevgi və pulla bağlı qavrayışlarımız kifayət qədər aydın olmaya bilər. Şir bürcü üçün geri hərəkətdə olan Venüs 1 ila 27 mart tarixlərində macəra sektorunuzda, qalan dövrdə isə 27 mart 12 aprel yaxınlıq sektorunuzda olacaq. Münasibətləriniz, öhdəlikləriniz, maliyyəniz, şəxsi maraqlarınız və işinizlə bağlı hissləriniz sizi keçmişə yönəldə bilər. Bir kommunikasiya layihəsinin yenidən işlənməsinə ehtiyac ola bilər. Lazım gələrsə nəzərdən keçirin, yenidən dəyərləndirin və düzəlişlər edin. Ən vacibi, bu məsələlərə fərqli bir perspektivdən baxdığınız zaman həqiqətən dəyər verdiyiniz və həzz aldığınız şeylərlə əlaqə qurun. Səyahət, hüquq və ya təhsil planlarınız istədiyiniz sürətlə getməyə bilər, lakin gecikmələr fərqli yanaşmaları kəşf etməyə kömək edə bilər. Bu dövrdə köhnə bir marağınızı və ya peşə sahənizi yenidən canlandıra bilərsiniz. Əhəmiyyətli razılaşmaları daha sonraki bir tarixə təxirə salmağa çalışın. Borclar və ortaq maliyyə məsələləri ilə bağlı bəzi çətinliklərə hazır olun. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında məlumat ala biləsiniz.